Deməli uşaqlar, mən sizə kimyəvi tarazlığa aid olan hesablamalar bölməsindən işləmək istəyirəm 20-ci sualı. Baxaq görək sualımızda nə deyir? Bizə veribdir ki, 3O2 alınıbdır 2O3. Aha. Və reaksiya üçün X-i müəyyən edin və tarazı sabitini hesablayın. Mən görürəm ki, oksigen 7, qatılığı 7 idi. Düşüb olub nə? X olub. Amma ozon əmələ gəlib. Qatılığı nə qədərdir ozonun? 4-ə bərabərdir. Gəlin görək ozonun qatılığı 4 olanda oksigenin qatılığı nə qədər sərf olunubdur? 2-yə isə 3 sərf olunubdur. Buradan X-i nə tapdım? X-i tapdım ki, 6-ya bərabərdir. Və oksigenin 6-sı sərf olunandır, sərf. Başlanğıcı nə qədər idi oksigenin? Baxın, burada 7-dir. 6-sı sərf olunubsa, onda X-in qiyməti nə qədər olacaq? 7-dən çıxdım, 6 elədi 1. Deməli, X gəlib 1-də dayanıbdır. X-in altında 1 axtaracaq və tarazlıq sabitdir. Bu reaksiya üçün tarazlıq sabitdir. K tarazlıq bərabərdir. O3-ün kvadratı bölünsün O2 üstü 3. Burada biz tarazlıq miqdarlarından istifadə edəcəyik. Ozonun tarazlıq miqdarı nə qədərdir? Baxın, görün, ozon gəlib harda dayanıb? 4-də. 4-ün kvadratı bölünsün. Oksigen neçədə dayanıbsa onu götürəcəyik. X-də dayanıb. X-də sən tarazlığı nə tapırsan? 1. Bölünsün 1-in kubu. Buradan da tapacaqsan. Deməli, X-in 1-dir. K-im isə nəyə bərabərdir? 16-ya bərabərdir. Bu doğru cavabımız olacaq. Bu qədər sadə və bəsit. Sonra ardınca biz baxaq növbəti sualımıza. Aha. Bir dəqiqə uşaqlar. Aha. Sonra ardınca baxırıq növbəti sualımıza. Görək növbəti sualda nə deyir bizə? Bizə növbəti sual 22-ci sual verilmişdir. Görək 22-ci sualın həlli nə qaydada olacaq? Bizə reaksiya verilib. 2x2 üstə gələ y2 alındı. 2x2y. Deyir, maddələrin ilkin qatılığı. Baxaq. Deməli, ilkin qatılıq söhbəti varsa, müəllimə mənə cədvəli öyrədibdir yazmağı. Bura yazıram başlanğıc, bura yazıram sərf, bura yazıram tarazlıq. Və reaksiyaya girən və alınanları qeyd edirəm. X2 girib reaksiyaya, Y2 girib reaksiyaya, alınanın X2 Y-dir və alınanın başlanğıcı və sərfi olmur. Aha. İlkin qatılığı deyir N-dir. Burada yazdım N, burada yazdım N. Həcmi 1 litr olan qapalı qabda gedən reaksiyada tarazlıq anında X2-nin qatılığı, bax, buradakı olan rəqəm X2Y2-nin qatılığına bərabər, X2Y-in qatılığına bərabərdirsə, tarazlıq sabitini müəyyən edin. Gəlin görək, X2 və Y2 nə qədər sərf olundu? Əmsallar kimi biz baxacağıq buna, əmsalların nisbəti kimi baxacağıq. Məsələn, buradan görürəm ki, 2A X sərf olundu, Y-im A sərf olundu, çünki əmsalı 1-dir. Baxın, X2 Y-imdə 2A alındı. Və mənə deyir ki, tarazlıq anında X2-nin qatılığı. Uşaqlar, tarazlıq anında X2-nin qatılığı nə qədərdir? Bir dəqiqə, mən buranı sileyim. Gəlin baxaq. Tarazlıq anında X2-nin qatılığı nə qədər olacaq? N çıxılsın 2A. Deyir, N çıxılsın 2A, X2-nin qatılığı. X2 Y-ə bərabərdir. Yəni, N çıxılsın 2A bərabərdir 2A-ya. Deməli, onda N-im neçəymiş? 4A. Aha, gətdim bura 4-ə qoydum, burada 4-ə qoydum. Mənə deyir ki, tarazlıq sabitini müəyyən edin. 4A-dan A çıxdım, buranı nə aldım? 3A. 4A-dan 2A çıxanda buranı nə aldım? 2A. Bura nə idi? Elə 2A-dır. Tarazlıq sabiti bu reaksiya üçün nəyə bərabərdir? Pozondan bir dənə mən istifadə edeyim. Bu hissələri silirəm artıq. Artıq bunları müəyyən eləmişəm, uşaqlar. Və baxıram, tarazı sabiti K bərabərdir. X2 Y-in kvadratı bölünsün nə olacaq? X2-nin kvadratı vurulsun Y2. Və tarazı miqdarlarda bəllidir. K bərabərdir. X2 Y, bu X2 idi, bu Y2 idi, bu da X2 Y idi, birləşməmizdir.
Deməli 2A idi. 2A-nın kvadratı bölünsün. Həcmi də 1 litr verdiyinə görə elə burada heç şeyə ehtiyac yoxdur. Çünki qatılıqla veriblər. Və burada da bölürəm. X2-nin kvadratına x2 2A idi. 2A-nın kvadratına vururam nəyə? 3A-ya. Çünki Y2 də 3A-dır qiymət. Və burada hesablayıram. Bundan bunu ixtisar aparsam 1 bölünsün 3A. Bayaqlarda A-nı nə qədər tapmışdıq? A-nın qiyməti. Buradan tapa bilərəm. N-lə verilibdir bizə. Fikir verin. 2n çıxılsın 2A bərabərdir 2A-dırsa, n-im neçə idi bayaqları? 4-a tapmışdım. Düzdür? Buradan onda A-nın A nəyə bərabərdir? A bərabərdir n bölünsün 4-ə. Onda gətirib burada A-nın yerinə n bölünsün 4 yazsam. Baxın uşaqlar. Buranı da silək. A-nın yerinə, A-nı bayaqları 4-ə tapmışdım axı mən. Buradan A ilə verilmir də, n ilə verilibdir. Onda buradan A nəyə bərabərdir? A nəyə bərabərdir? N bölünsün 4 deyil. A-nın yerinə gətir bunu qoy. 1 bölünsün 3, n bölünsün 4, o da sürətə qalxacaq. Olacaq 4 bölünsün 3n. Doğru cavab A variantı. Keçdik növbətiyə. Növbəti sualımıza görə nə deyir? Görək növbəti sualımız nədən ibarətdir? Aha. Bizə deyək uşaqlar. Bunu silək. Geçsin növbəti sualımıza. Aha. 24-cü suala baxaq. Oxşarları uşaqlar şəklini çəkməmişəm. Oxşarlarda görək nə deyir? Deyir x sağa və sola dönür, alınır. Y, yəni dönər bir prosesdir. X-dan Y alınıbdır. Tarazlıq sabiti K-nın qiyməti 0,8-ə bərabərdir. 5 qram X maddəsi, aha, və 13 qram Y maddəsi. Maddəsi əlavə edilir, tarazlıq yanına qədər sabit temperaturda reaksiya aparılmışdır. Alınmış qarşıda X maddəsinin kütləsini qramda hesablayın. Baxın uşaqlar, tarazlıq sabitinin qiymətinin K-nın 0,8 olması o deməkdir ki, axı tarazlıq sabiti birdən ya kiçik olur, ya böyük. Birdən böyük rəqəmlər bu tərəfdədir, birdən kiçik rəqəmlər bu tərəfdə. 0,8-dirsə, deməli tarazlıq hansı tərəfə öz yerini dəyişibdir? Hara? Bura tərəf öz yerini dəyişibdir. Onda bundan çıxacağıq və bunun da üzərinə gələcəyik. Lap aynen də verə bilərdik. Və tarazlıq sabiti 0,8 bərabərdir. Alınan bölünsün başlanğıc şəklində yazsaq 13 çıxılsın x bölünsün x plus 5. Buradan x'i tapırıq 0,8 x plus 4 bərabərdir 13 çıxılsın x. Bu tərəfə keçəndə 1,8 x bərabərdir 9-a. Düzümü dedik. X də bərabərdir nəyə? 5-ə. Aha. Deyir x maddəsinin kütləsini qramla alınmış qarışıqda. İndi 5-dir. Əlavə etdiyim. Axı 5 də əvvəldən var. Çünki burada x plus 5 yazmışıq x-in üzərinə. Onda 5 üstə gəlsin 5 cavabı neçə eləyəcək? 10 edəcək. Keçirik növbəti sualımıza. Deyir ki, həcmi 2 litr olan qabda V bərabərdir 2 litr verilib. N2 plus O2 reaksiyası zamanı. Bu 2N alınır. Aha. N2 və O2'nin tarazlıq deyir, reaksiyası zamanı NO-nun tarazlıq qatılığı. Məsələn, NO-nun tarazlıq qatılığını 2x götürürəm. Axı 2x alınır. Deyir ki, N2 və O2'nin tarazlıq qatılığının 2 dəfə azdır. Onda bunların tarazlıq qatılığı nə qədər olacaq? 2 dəfə azdır deyirsə, üzr istəyirəm. 2 dəfə az nə olacaq? 4x budur, 4x də budur. Aha. Mənə deyir, reaksiyanın tarazlıq sabitini hesablayın. K nəyə bərabərdir? NO-nun kvadratı bölünsün. N2 vurulsun nə olacaq? O 2. Və burada da bunlar artıq bizə tarazlıq qatılığını biz molla müəyyən eləmişik də. Burada da həcm var axı. S-də bərabərdir. Nü bölünsün və ya axı molla baxmışam ki, bu 2x alınırsa bu 4x, bu da 4x-dir. Tarazlıq qatılığı S bərabər nü bölünsün V-yə və buradan da baxırıq. Tarazlıq molları əslində verilməlidir orada sual olaraq. Burada yazacağıq. Deməli 2x bölünsün həcmi verib 2. Onun kvadratı bölünsün 4x
bölünsün 2. Çünki nülərdir bizə verilən. Bax, bunlar nülərdir. Və V-yə bölürük, yəni 2-yə bölürük hər dəfə. Vurulsun oksigende də bizdə 4x-dir. Bölünsün nə yazılacaq? 2 yazılacaq. Və buradan da hesablayırıq. Müəyyən eləyirik ki, görək qiymət nəyə bərabərdir. Bizə dəqiqə bir balaca bu hissəni silək. Rahatçılıq olsun deyə. Ümumiyyətlə buranı silim. Gəlin hesablayaq, görək qiymətini alırıq. Deməli 4x-in kvadratı bölünsün 4 məxrəcə düşəcək. 16x-in kvadratı da buradadır və 4-də qalxacaq yuxarıya. 4-lər getdi, x kvadratları getdi. 16-nı 16-ya böləndə cavabını alacağım, 1 alacağım. Tamam. Ardınca baxırıq növbəti testimizə. Görün növbətdə bizə nə verilir? 26-cı sual. 26-cı sualda deyir ki, reaksiyaya daxil olan maddələrin qatılığının zamanı nasıl qrafikə? Əgər grafikdə bax, bu aşağıya qədər, sıfıra qədər düşübsə, reaksiya axıra qədər gedir, düzdür. Reaksiya dönərdə səhvdir. Üçüncü reaksiyaya daxil olan maddə tam sərf olunur. Bəli, sıfıra qədər düşübdür, düz deyir. Tabir anda reaksiya tarazlıq halındadır, xeyr, dönər reaksiyada tarazlıq olur. Dönməyən, axıra qədər gedəndə tarazlıq olmur. Bu da belə. Keçdik biz növbəti sualımıza. Baxaq. Deməli 1, 2, 3, 4, indi də bu gəldi. Aha. Baxaq görək bizə sualda nə deyir. Aha. Bizə verib reaksiya 2H2 plus O2 alındı. 2H2O. Bu da digərlər kimidir uşaqlar. Yenə mən cədvəlimi çəkirəm. Hər ehtimal səhvə yol verməmək üçün. Başlanğıc, sərf, tarazlıq. Yəni şagird olaraq səhvə yol verməmək üçün uşaqlar. H2, O2, burada H2. Alınanın başlanğıcı və tarazlığı olmur. Unutma, çəkildi bax. Başlanğıcı N'dir, tarazlığı X'dir, Y-dir, bu da Z-dir. Aha. Deyir reaksiya üzrə hidrogenin yarısı sərf olunub. Hidrogen nə qədər götürülmüşdü? N. Yarısı sərf olunubsa nə qədər oldu? 0,5 N. Deməli bunun tarazlığı nə qədər olacaq? N-dən 0,5 N çıxanda 0,5 N. Все. Ardınca doğru olan ifadələr müəyyən edin. Aha. İndi gəlin görək. Hidrogen 0,5 N sərf olunanda 0,5. Bir dəqiqə. Aha. Bu görək nə qədər sərf olunur oksigen? 2 sərf olunanda 1 sərf olunur. 0,5 N-i 2-yə böldüm. Bu elədir 0,25 N. Deməli burada 0,25 N-dirsə, bu N-dən də 0,25 N-i çıxanda 0,75 N-də bunu tapıram. Sonra yenə 0,5 N sərf olunanda görün bu nə qədər tarazlığı alındı? X. 2 isə 2 alındı. 2-lər getdi. Bunu da tapdım ki 0,5 N alındı. Z-im də 0,5'dir və burada da uşaqlar N, X, Y, Z-i müqayisə edəcəksiniz. Bu qədər sadə və bəsit. Növbəti sualımıza baxırıq. Deməli tarazlıq halında yazıb 3O2 alındı, 2O3 qulaq asırıq. Diqqətlə. Tarazlıq halında reaksiya zamanı oksigen və ozon molekulanın sayları bərabər olarsa. Gəlin belə eləyək. Başlanğıc, sərf, tarazlıq. Reaksiya girən oksigende alınan ozonumdur. Ozonun başlanğıcı və sərfi olunur. Mən oksigenin başlanğıcına A verirəm. Görürəm nə qədər sərf olunub, əmsalı qədər. Yəni nə? 3x. Bəs tarazlığı nə olacaq bunun? Açılsın 3x qaldı. Bəs ozon nə qədər alındı? 2x. Görürsənmi? Əmsalı qədər alındı. 2x. Aha. Mənə deyir ki, tarazlıq halında reaksiyasının oksigenin tarazlıq halında oksigenin və ozonun molekul sayları bərabərdir. Bu nə demək istəyir? A çıxılsın 3x-in bərabərdir 2x-i. Deməli A neçəymiş? 5x-miş. Все, söhbət hazırdır. 5x-dan neçəsi reaksiyaya daxil olub? 3x-i. Bu neçə faizdir? 3x bölək 5x vurulsun 100. Bu da cavabındır. Vəssalam. Kesin növbətiyə.
Düşünürəm ki, uşaqlar sizlər üçün çətinlik aradan qalxacaq və bu formada işləmək mən yeni öyrənirəm deyə bir balaca ola bilər sürətim zəif gəlmiş ola bilər sizə. Bunu da sildik. Keçdik növbəti olaraq gələk bura. 38-dən qabaq görüm nəsə var idi. 31 də var, üzr istəyirəm. Biraz qarışıq işləmiş oluram. Bizə dəqiqə bunu işlədikmi? Bəli, bunu axırıncı indi işlədik. Bunu da dedik, keçdik bura. Aha. Gəlin baxaq, görək bizə nə deyir. Bu asandır uşaqlar. Artıq mən düşünürəm ki, 31-i rahat şəkildə işləyə biləcəksiniz. Tarazı sabitini istəyir, artıq bu qaydanı bilirsiniz. Və keçirik 32-ni mən izahat verməmişəm. 32-yə baxırıq diqqətlə. 32-də görək nə deyir. Bir dənə üzr istəyirəm, mən yazdıqca desəm şəkillərin üzərində şəkil olub. Neysə. Deməli uşaqlar, 32-yə baxırıq. A üstə gələk B alınır C reaksiyası. Həcmində 1 litr. Tarazı halında qabda və tarazı halında qabda 2, 4 və 8 mol maddələr vardı. Tarazı halında A, B, C-nin miqdarı bu qədərdir. Qaba deyir, neçə mol B maddəsi əlavə etmək lazımdır ki, növbəti tarazlıqda 9 mol C maddəsi olsun. Baxın uşaqlar, bu növbəti tarazlıqdır. Mən görürəm ki, 8 nə olubdur? 9. Bura bir vahid artıbsa, bu tərəf bir vahid neynəməlidir? Azalmalıdır. Çünki tarazı bu tərəfdə. Və 8, 9 olubsa, deməli, burada bir vahid neynəyəcək? Azalacaq. Düzdür? Və onda mən nə yazacağım burada? Bura 1 olacaq. Bura isə nə olacaq? 3 plus x. Baxın bu formada. Bildiniz niyə görə? Bura bir vahid artırsa, bu isə 9 olubsa, 8, 9 olubsa, 4-ü 3 eləyirəm, 2-ni 1 və deyir B-dən də nə də qədər əlavə eləyim. Aha. Bu reaksiya üçün, baba, birinci verilən üçün qat tarazlığı tapaq. C bölünsün, A vurulsun B-yə. 8 bölünsün, 2 vurulsun 4, bu da elədi 1. Onda bu reaksiya üçün də 1 bərabərdir. 9 bölünsün, 1 vurulsun, 3 plus x. Buradan x-i nə tapdıq? 6 tapmış olacaq. Eləcə də 33-ü eyni qaydanı işləyəcək uşaqlar. Düşünürəm ki, çətininiz olmaz. Eyni yol, eyni qaydadır. Növbəti 34-ə baxırıq. 34-də SO2, xlor 2 parçalanıbdır SO2-yə plus xlor 2-yə. Aha. Mən nə görürəm? Tarazı sabiti K-nı verib mənə 0,5. Reaksiya aparılan qabın həcmini istəyir. V bərabərdir sual. Mən də bilirəm C bərabərdir N bölünsün V-yə və moldan asılılığı verilib. Bax. Onda tarazı sabiti K-nın qiyməti bərabərdir. SO2 alınan vurulsun. Alınanları hasil şəklində götürək. Əmsallarını da qüvvətə qaldırıq. 1 deyə yazmırıq. Bölünsün SO2 xlor 2 olacaq. Və burada tarazı sabiti 0,5 bərabərdir. SO2 üçün mol nə qədər alınıbdır? Mən görürəm ki, 1 moldan gəldi düşdü 0,5 mola. Nə qədər sərf olundu? 0,5. Bu 0,5 sərf olundu. Bu nə qədər alınacaq? Əmsallar 1-dir deyə bu da 0,5 alınacaq. Bu da 0,5 alınacaq. Aha, onda 0,5 bölünsün V. Vurulsun. Bu da 0,5'dir. 0,5 bölünsün V. Bölünsün. Bunun tarazlığı nə qədərdir? Bax, bu 0,5'i götürmürəm. Ha, şəkildəki 0,5'i götürürüm. 0,5 bölünsün V. Vəssalam. Hesablayın. Bu da sizin cavabınızdır. Bu qədər sadə və bəsit. Növbəti sualı keçirik. Buralarda bir dənə silək üstündə. Aha. Növbəti sualımıza baxırıq uşaqlar, yoldaşlar. Deməli, bunu dedik. Məncə bunu da dedik. Bunu indi izah verdim. Aha. Gəldi, çıxdıq buna. Aha. Baxaq. Deyir ki, görək nə deyir. N2 üstə gələk 3H2 alındı. 2NH3. Aha.
Reaksiyanın hidrojenin tarazlı qatılı 0,6-dır. Hidrojenin 20% sərf olunmuşsa amoniakın tarazlı qatılığını müəyyən edin. Baxın uşaqlar, belə bir cədvəl çəkirəm. Başlanğıc, sərf, tarazlı, N2, H2, bu da olsun NH3. Aha, bunun başlanğıcı və sərfi yoxdur. Hidrojenin tarazlıq qatılığı 1,2-dir və hidrojenin 20% reaksiyaya daxil olub. Deməli, 20% reaksiyaya daxil olubsa, deyir hidrojenin tarazlı qatı 1,2, mən növbətiyə baxdım, üzrlü sayın 0,6 verir. Hidrojenin tarazlıq qatılığı 0,6-dır. Aha. Mən indi bilirəm ki, 20% reaksiyaya daxil olubsa, deməli 0,6 bunun 80%-dir də. Qoyum 20% reaksiyaya girənim nə qədərdir? X. Bundan bu x-a getdi, 4 qaldı, düzdürmü? 0,6-nı böləcəksən 4-ə, bu da eləcək 0,15. Əgər səhv demədimsə, kalkulyator yanında yoxdur. Tavat kalkulyatoru verdi mənə. İndi deməli bunun sərf olunanı 0,15-dir. Bizə dəqiqə uşaqlar kalkulyatorla bölgü dəqiq olsun. Birdən səhv edərəm. Çünki dərsdən gəlmişəm, yorğun beyindir. Ola bilər 0,15 eləməz. 0,6-nı vurdum 20-yə, böldüm 80-ə. Düz tapmışam. 0,15. Deməli 0,15 bunun sərf olunanıdır. Hidrojenin sərf olunanı 0,15-dirsə, deyir amoniakın tarazlı qatı nə qədər olur? Çünki axı sərfə görə alınanı tapa bilərik. 3'e isə 2'dir. Vəssalam. Buradan da 0,15'i vurdum 2'yə, böldüm 3'ə. Elədi 0,1. Vəssalam. Bu da sənin cavabındır. Bu birisi də eynidir. Eyni qayda, eyni yoldur. 37 tipi də başa salmışam dəfələrcə. Eyni qayda, eyni yoldur. Yəni çətin bir şey yoxdur. Deməli. Baxaq. Bundan da artıq eləmişik. Gəlin 39'a baxaq. 39'a qədər artıq tipləri bilirik. X2 üstə gələk Y2 alındı 2X, Y. Aha. Maddələrin ilkin qatılığı verilibdir. Onda mən yenə cədvəlimi yazıram. Başlanğıc, sərf, tarazlıq, X2, Y2, bir də verib X, Y. Aha. Və alınanın başlanğıcı və sərfi olmur. Bunu unutmuruq. Bizə nə verib? 39'da ilkin qatılığı A'dır. Həzmi 1 litr olan reaksiya verilibdir, qabda verilibdir. Tarazlıq anında Y2'nin qatılığı X2'nin qatılığına bərabərdir. Mən sərf olunanlara baxsam, burada görürəm ki, B sərf olunan X2 var və B sərf olunan Y2 var və 2B'də XY alınır. Çünki əmsallar kimi baxırıq. Baxın, 1, 1, 2'dir. Onda B bu sərf olunub, B bu sərf olunub, 2B'də bu alınıb. Bunun tarazlığı nə olacaq? A çıxılsın B, A çıxılsın B. Bu da 2B. Mənə nə deyir? Deyir, tarazlıq anında Y2'nin qatılığı, yəni A çıxılsın B, bərabərdir. X, Y-in qatılığına, yəni 2B'yə. Deməli, A-yım nə qədərmiş? 3B. Aha. Onda A 3B'dir. A-nı yerinə gətirib 3B'mi yazıram. 3B'ləri yazdıq. A 3B'dir. Yəni A bərabərdir belə yazımda. 3B birdən lazım olar. Gözümdən qaçar. Aha. İndi mənə nə deyir? Tarazı sabitin deyir müəyyəndir. 3B'dən B çıxanda nə aldım? 2B. 3B'dən B çıxanda nə aldım? 2B. Bu da 2B elədi. Tarazı sabiti nəyə bərabərdir? Həcm də 1'dir. X, Y-in kvadratı çünki əmsalı 2'dir. Bölünsün X2 vuraq Y2. Все. İndi mən bir dənə bunu pozandan sileyim. Artıq burada var bizdə, baxın. Aha. İndi mən baxıram nəyə uşaqlar? Mən diqqət eləyirəm ki, deməli, burada bu bir tərəfdə sildim. Deyəsən, bu da 2B idi də, hə.
Bir də dəqiqə. Bu da 2b idi. Səhv etməmsə. Aha. Onda deməli gətirib bunun yerinə qoyanda 2b bölünsün 1-in kvadratı bölünsün. Məxrəclər 1-dir də, yəni. 2b, heç burada 1-ə ehtiyac yoxdur, çünki qatılığından veriblər heç. Belə də baxalım. 2b'nin kvadratı bölünsün 2b vurulsun 2b. Buradan da cavab nə çıxacaq? 1. Vəssalam. Və bu birisi də baxırıq ki, o 40-cı suala da baxaq. Yox, 40-cı sual fərqlidir biraz. Qırxıncı sualda nə verir? 2x, y3 parçalanıb x2 plus 3y2. Bizə nə deyir? Deyir, parçanın x, y3-ün ilkin mol sayı 3'dür. Aha. Tarazi qanda qabda olan qaz qarışığının mol sayı 5'dir. Bu demək ki, bununla və əlavədə bunun parçalanmayan bir hissəsi də var da, x, y3. Bir yerdə verib bizə neçə mol? 5 mol. Mən nə görürəm? Bax, riyaziyyatla gedirəm. 2 mol bu parçalananda 1 mol x2, 3 mol da y2 alınır. 2 mol parçalanda neçə mol alınır? 4 mol. Onda 3 mol götürmüşəmsə, 2 molu parçalansa 1 mol da artıq qalır. Elədi 5 mol. Vəsə. İndi mənə nə deyir? Deyir, tarazda sabitin qiymətini hesablayın. Aha. İndi tarazlıq sabiti k bərabərdir. x2 vurulsun y2'nin kubu bölünsün x, y3'ün kvadratı. Və burada x2 1'dir. Çünki tapışıq ki, elə 1 mol alınır. Vurulsun 3'ün kubu bölünsün. 3 idi, ikisi parçalandı. Neçəsi qaldı? 1'i qaldı. Aha, 1'in kvadratına. Burada cavab neçə eləyəcək? 27 və sağ. Baxın, diqqət edin, rahat bir şəkildə biləcəyiz. Növbəti sualımıza baxaq, əgər vardısa. Bunu bildik. Bunu da bildik. Bu heç bunu da bilmişik. Eyni yol, eyni qaydadır. Bunu bildik. Sonra gəldi, çıxdıq. Və mən düşünürəm ki, bu da rahat şəkildə həll edəcəyiz. Və salam uşaqlar. Qalanlarında problem olmayacaq.